15-20 il bundan qabaq təxminən məsələn Akşin Yenisey Azərbaycan televiziyalarından birinə çıxıb muğamı tənqid edəndə, indi təbii ki, muğam Azərbaycan milli mənəvi dəyər deyəndə, Azərbaycan sənəti deyəndə muğam insanın gözünün qarşısına gəlir də birinci. Deyəndə ki, bu Azərbaycan sənəti deyil, Azərbaycana heç bir aidiyyəti yoxdur, qədimdən bu şamanların musiqisi olub, onun üzərinə sözün əsl mənasında hücum olurdu. Həm muğam ifaçıları, həm muğam sevərlər, xeydarlar və yaxud bu misalı başqa yerlərdə də göstərmək olar. Amma bir yerdən sonra artıq Akşin Yenisey bunu desə belə, bu heç kimin belə deyim maraq dairəsində və yaxud tənqid hədəfinə tuş gəlmədi. Ona görə ki, artıq cəmaət üçün bu adiləşdi. Və sənin o tənqidi yazıların necə? Fikirləşirsən 5 ildən, 10 ildən sonra adiləşəcək yoxsa yox? Mənim tənqidi yazılarımın əsası 2000-ci illər ədəbi prosesində qoyulub. Bu yeni bir şey deyil əslində. Ədəbiyyatda belə götürəndə bu üslub var, bu ənənə var. Mən sadəcə burada öz üslubumu formalaşdırmışam və fikirləşirəm ki, məsələn, mənə tez-tez deyirlər ki, biraz yumşaq yaz, biraz yüngül yaz. Mənə qəribə gəlir, niyə? Mən sərt yazıram. Mən sərt yazmaq istəyirəm. Və sən kimsə ki, mənə deyirsən ki, yumşaq yaz. Oxumaq istəmirsən, oxuma. Mənim öz bir məqsədim var. Mən bir tənqidi proses başlatmışam. Bu prosesdə mənim niyyətim tənqidi təfəkkürün formalaşmasıdır. Ən azı öz sahəmdə, ədəbiyyatda, mədəniyyət sahəsində. Bura istər kino olsun, istər musiqi olsun, istər hekayə, şeir fərq eləmir. Və niyyətim odur ki, adiləşsin məsələ. Bir 5 il, 10 ildən sonra hansısa bir gənc yazıçı və yaxud da ümumiyyətlə elə yazıçılar öz azad fikrini demək üçün kütlədən çəkinməsin. Yəni hamı-hamını tənqid eləsin də. Eləyə bilər, eləməlidir. Hamı-hamını tənqid eləməlidir. Və yazıçı Azərbaycan, mən istəmirəm ki, Azərbaycan şairi, Azərbaycan yazıçısı Azərbaycan xalqından qorxsun. Azərbaycan xalqı istəyir ki, öz ədibini, öz ziyalısını hürkütsün, nə bilim, təzyiq eləsin. Mənə də qəribə gəlir ki, bir xalq bir yazıçını azad, müstəqil fikrinə görə necə, niyə söyə bilər? Bunu özünə necə sığışdırır? Yəni, doğrudan bilmirəm, onun tərbiyə ilə əlaqəsi varmı, əxlaqla əlaqəsi varmı? Belə iddia eləmək istəmirəm də. İndi ola bilər ki, kiminsə tərbiyəsi, heç kim valideyn oturub demir ki, yazıçını söymək olmaz. Amma insan bir ümumi formalaşmalıdır və dərk eləməlidir ki, yazıçı kimdir, şair kimdir, fikir adamı kimdir, filosof kimdir? Əgər mən sənin kimi düşünmürəmsə, sənin kimi ənənəvi təfəkkürə malik deyiləmsə, bu mənim pis adam olduğum anlamına gəlmir. Sən bəlkə məni dinlə, bəlkə mən həqiqəti deyirəm, bəlkə məndə yaxşı bir söhbət var, bəlkə sən səhv bilirsən nə isə. Yəni, tənqid prosesinin mahiyyəti budur ki, bilmədiyin bir şeyi də öyrənirsən və qəbul elədiyin bir şey dağılır. Bəlkə səni alladıblar, bəlkə sənə yalandan deyiblər ki, bu sənin dəyərindir. Nə bilim, bəlkə sənə deyiblər ki, sən mütləq buna inanmalısan. Bəlkə inanmamalısan ona. Həqiqətən deyiblər, bu sənin dəyərindir. Hansısa formada deyiblər də, hansısa formada efir vasitəsilə deyiblər, təbliğat vasitəsilə deyiblər, biraz müəyyən dövrdə olan cahillik vasitəsilə deyiblər. Bilirsiniz, məsələn, adətən bu klassik adamları tənqid eləyəndə, belə də, bizim dəyərimizdir filan belə. Klassik nə deyirlər? 20 il, 30 il, 50 il əvvəl yaşayıb da. Sən nə bilirsən ki, bu 20 30 il əvvəl nə tər adam olub ümumiyyətlə? Heç sən də görməmsən də bunu. Sən necə dəyərin olub? Yox, necə olub, adam olub, bu artıq şəxsiyyət faktoruna girir də, düzdürmü? Şəxsiyyətindən danışırlar axı. Biz məsələn şəxsiyyətdən daha çox indi bir sənətçinin ya şair yazıçısı, məsələn 90-cı illərdə çadır toylarında nanayından oxuyan bir adam mənim necə dəyərim ola bilər? Yəni bu musiqiçilərin 90%. İndi demirəm, toya gedən musiqiçiləri aşağılamıram burada. Onsuz da hardansa gedib pul qazanır. Amma Sovet dövründə klassik dediyimiz bütün müğənnilər demək olar ki, gediblər də toylara. Gediblər əlbəttə. Yəni məsələ orada toya getmək deyil də. Amma mənim də haqqım var ki, sənin toyda oxuduğun nanay, ninay, mahnıya şəbədə qoşum. Yəni bu da normal qarşılanmalıdır. Tamamilə normal qarşılanmalıdır. Yaxşı, onu belə deyək. Deyirsən bir ənənə qoymaq fikrindəyəm və 5 ildən sonra artıq gələn jurnalistlər biraz daha cəsarətli olmalıdırlar, xüsusən də yaradıcı sahədə. Bəli. Ki bütləşmə prosesi baş verməsin bir yerdən sonra. Yaxşı, bu əks effekt verə bilərmi? Yəni hamı-hamını artıq əsassız yerdə tənqid eləsə nə olacaq bəs? Əsassız nəyə deyirik burada? Məsələn, bir şəxsi qərəz var. Mənim şəxsiyyət olaraq hansısa bir sənətçidən xoşum gəlmir. Başlayıram onun haqqında elə muncuq kimi sözləri düzməyə ki, artıq bir kütlə yaradıram o insana qarşı. İndi qərəz onsuz da açıq-aşkar sezilir və başqa bir şeylər də olsa bunun hüquqi müstəvi məsələləri var. İstənilən halda bütün hər şeyi qoyarıq qırağa, bir zövq formalaşmalıdır. Və bu bilirsiniz, məsələn, adətən bu bir söz var, deyirlər ki, kimisə sözün pis deyirsən, deyirsən ki, bu yaxşı deyil, deyir, zövqlər müxtəlifdir. Bir nəfər də hələ mən indiyə kimi öz ətrafımda zövqlər müxtəlifdir deyən zövqlü adam görməmişim.
Zövqlər o vaxt müxtəlif olur ki, məsələn sən Üzeyir Hacıbəyovla Qara Qarayevi müqayisə edirsən. Nə bilim, deyə bilərsən ki, hə, mən Üzeyir Hacıbəyovu bəyənirəm, Qara Qarayevi yox. Sən əgər Üzeyir Mehdizadə ilə Üzeyir Hacıbəyovun arasında müqayisə aparsansa, sənin zövqün yoxdur. Yəni zövqlər, zövqlü məsələlər arasında belə deyək də müxtəlif ola bilər. Yoxsa yəni yaxşı zövqlər müxtəlifsə zövqsüzlük nədir? Hardan meydana çıxıb? Ona görə istənilən halda bizim bayağı hesab eləyə biləcəyimiz nə varsa, bunlar dağılmalıdır. Mən yaradıcılığın dağıdıcı funksiyasını sevirəm, bunu dəstəkləyirəm, bunun yanındayam. Yaxşı, 100 il bundan qabaq yaşamış, yaratmış, dünyasını dəyişmiş, dünyadan köçmüş insanlar artıq fəaliyyətlərini bitiriblər. Yəni bunlar haqqında fikir dəyişməyə ehtiyac varmı? Məsələn, Mirzə Ələkbər Sabir haqqında, Cəfər Cabbarlı haqqında, hansı ki sən yazmısan da onlar haqqında. Bir növ əslində biz onları gördüyümüz kimi deyil. Əslində onlar o qədər də güclü deyillər, motivlidir də sənin yazıların, düzdürmü? Onların bəzilərində şəxsiyyət bu qədər də şirdilmə dəyər hesab etdiyim müəlliflər var. Nə ehtiyac var idi? Məsələn, Mirzə Ələkbər Sabir və yaxud Cəfər Cabbarlı. Bilirsiniz, məsələn, Sovet dövründə, xüsusilə repressiya illərində bizim tanıdığımız yaşlı şairlər var. Bunları məsəl üçün istəyirlər ki, bizə qəhrəman kimi hansısa formada təqdim eləsinlər. Mən də deyirəm ki, bu nə olsun ölübdür. Amma bu sağ ikən başqa bir adamın ölümü üçün danos yazıbdır. Bu adamı sən mənə niyə qəhrəman kimi, niyə şair kimi? Burada yenə də artıq şəxsiyyət faktoruna girəsə olur. Biz yaradıcılıqdan çıxdıq. Onsuz da, yəni bu artıq tarixi şəxsiyyətə çevrilibsə və bunun bu çünki bir ictimai şəxsiyyət olub da, bunun əməlləri bəziləri olur. Sözsüz indi mən daha onların üzərindən getmişəm deyə ona görə deyirəm də, yazdıqlarım əsasən şəxsiyyətinə o məsələdə toxunmuşam ki, yəni təhqir eləməmişəm. Sadəcə demişəm ki, bunun şəxsiyyəti sizin bildiyiniz, məsələn sən fikirləşirsən ki, bu ziyalı olub, bu qəhrəman olub, bu belə deyil. Yəni indi burada hesab eləmə adlar seçməyə ehtiyac yoxdur, amma bir adam ki, başqa bir adamın ölümünə imza atır, donos yazır ondan hansısa bir qurumlara, idarələrə. O adamı mən niyə sevməliyəm? Mən niyə qəbul eləməliyəm şəxsiyyətini? Nə olsun ki, ölüb? Nə olsun ki, milyonlar onu sevir? Milyonların sevməyə bəyəm dəyər olur. Yəni cəmaət burada da saçılır, belə onu xalq sevir. Xalq balalini də sevir. Nə bilim, xalq baboş sürə çıxanda cəmaət qalsa şəkil çəkdirir. Yəni ən azı internetdə gördüklərimi deyirəm də. Yəni bu xalqa qalsa, xalqın umuduna qalsaq biabırçılıq sözü. Xalqın bu gün əgər xalqın gözü, elin gözü tərəzidirsə, baxın asıl internetdə trendlərimizə baxaq. Musiqinin trendinə baxırsan biabırçılıq. Meyxana, lakqaçqo, raqqaçqo, gizli şeylər. Nə bilim, qadın müğənnilər aydın məsələdir ki, hansı formadadırlar. Və elin gözü tərəzidirsə, bu niyə məşhur olur? Yaxşı, yeni tərəzinin onda müəllifi sənsən də, belə deyək. Özümü elə rolda görmək istəyirəm və çalışıram ki, indi mənlə bir günlə bahar olmaz kimi, mənlə də nəsə formalaşası deyil, amma mən bu yolu qoymaq istəyirəm ki, hətta hesab edirəm ki, müəyyən qədər bunun, belə deyək, təməlini atmışam. Qalır bu prosesə cəsarət tapıb, Azərbaycan xalqından qorxmayıb, mərd-mərdanə ortalığa çıxan, təzyiqlərə sinə gələn gənclər. Yaxşı, təzyiqlərdən danışmışkən deyirsən ki, təzyiqlər var da, yəni həm hazırda yaşayan, hansı ki, sən onları yazırsan onlar haqqında, həm onlar tərəfindən var, həm dünyasını dəyişənlərin qohumları, yaxınları tərəfindən var. Psixoloji olaraq, mənəvi olaraq nə qədər hazırsan buna? Əvvəllər açığı hazır deyildim, çox qorxurdum. Hətta vaxt olub ki, status yazmışam, cəmi 10 dəqiqə sonra qorxumdan silmişəm. Məsələn, kimsə nəvim təhqir yazır, kimsə yazıb səni tutub döyərəm, kimsə yazıb səni polisə verəcəm. Amma təbii ki, mənim artıq buna immunitetim yaranıbdır. Mən bu hədələri o qədər almışam, o qədər təzyiqləri görmüşəm, o qədər şikayət olunmuşam, məni təəccübləndirmir. İndi hər başqa nömrədən artıq zəng gələndə deyirəm, ay Allah, görən hansı haqqında yazdığım adamın oğludur, qızıdır, birini kürəkən zəxf olur. Oxuyurlar həqiqətən? Kimsə onları göndərir, yoxsa ancaq başlığı oxuyurlar? Oxumayanlar da var. Məsələn, indi adını çəkməyim, birinin oğlu mənə zəng vurub deyir ki, sən mənim atamın haqqında ağzıma gələn yazmısan. Deyirəm, oxumusan yazımı. Mən də təəccüblü gəlir ki, ağzıma gələn nə deyir də? Bu nə yazmışam ki, görəm. Bəlkə mənim adımdan kimsə alıb nəsə yazıb. Dedi, yox, oxumamışam. Dedim, hardan sən ağzıma gələn yazmışam? Bəlkə tərifləmişəm. Demək, buna atıblar, bu həyəcanlı şəkildə başlığı görüb, istedadsız sözünü orada görüb və həmən mənim nömrəmi axtarıb, zəng vurub, məni hədələməyə çalışdı. Mən də orada elə olanda bildirirəm ki, şikayətim var, nə deyirsən, yazıdır, silmirəm. İstedadsız demişəm sənin valideynin haqqında, sən ona valideyn kimi baxırsan, oğul gözü ilə baxırsan, mən ona sənət adamı kimi baxıram. Mənim maraqlı deyil sənin atan necə bir insan olub. Yaxşı insandır, lap yaxşı, Allah canını sağ eləsin, Allah o dünyasını versin. Sağlığında indi, yəni belə ifadə biraz düzgün çıxmadı. Amma mən yazmamışam ki, orada filan adamın, nə bilim, sağlığında filan səhvlər olur. Mən deyirəm ki, bunun sənətdə yeri yoxdur.
Mənim üçün yoxdur. Mən bu adamın sənətdə yerini görmürəm. Sən görürsən, Allah kömək olsun, get oyunda gör. Mənə gəlib onun yerini göstərməyə çalışma. Mən qəlbimdəki sevgidən ona pay vermək istəmirəm. Yaxşı, bir neçə aydır yazırsan da, Bəli. daha çox son bir ayda, hətta yeni dekabrdan bu yana daha çox belə trend olub, müzakirə olunur. Hətta ilk yazı dekabrın 31-i, birinə keçən gecə saat 1-2 Zeynəb Xanlarova Azərbaycan televiziyasının efirində yenidən oxudu və mən yenidən qəzəbləndim. Bezdim artıq ümumiyyətlə. Uşaqlığımla onu görməkdən bezdim. Bəziləri buna nostalji kimi baxır. Məsələn, gördüm yazırdılar ki, bəs nə bilim, hər dəfə görəndə ürəyimiz açılır, mənim ürəyim ağrıyır. Yaxşı, onda o sualı kənara qoyum, verəcəyim sualı. Yəni ilk yazı oradan başladı, onu demək. Elə bura gəlim, alternativin var, kimsə onun yerinə qoyasan ki, 31 günü ASTV-də oxusun. Yoxdur və alternativ olmasa, o bir söz var, deyir, olanımız budur. Əgər olanımız odursa, olmasa ondan 1000 dəfə yaxşıdır. Onda heç kim oxumasın. Yox, təbii ki, tapılacaq da yerinə. İndi alternativ burada ad desəm, kiminsə belə şey olacaq da, yəni tərəf tutmaq. Yaxın dostum da. Hə, ona görə o alternativi mən demək istəmirəm. Mənim niyyətim odur ki, gəlin bunu dağıdaq, bunu qoymayaq. Buna qadağa qoyaq, nə bilim, hansısa formada bəsli deyək də, get də, yəni sən qutardın. Sən bu işdən əl çək də, daha oxuduğunu oxumusan, yığdığını yığmısan. Məsəl üçün də indi tək söhbət Zeynəb xanımdan getmir. Başqa adamlardan da gedir. Bunu vəzifələrə də aid eləmək olar da. Məsələn, bir vəzifədə olanı tənqid eləyirsən, bir dəfə bir qurumun rəhbərini tənqid elədilər ki, bunun 75 yaşı var, bəs bura gəncləşmə olmalıdır. Onu yerindən çıxardıb 65 yaşında adam qoydular. Güya indi gəncləşdirdilər bunlar. Yəni, mənim fikrim odur ki, bu adamlar getməlidir, yerinə gələn bilməlidir ki, bilməliyik ki, necə olacaq. Onu görmək, yaşamadan bilmirik də, yəni hazır olanımız niyə mələ maket kimi saxlayaq? Yaxşı, bu yazdıqların arasında, tənqidlər arasında bir mənəvi böhran keçirdiyin hansı bir şəxs varmı? Kaş bunu yazmazdın. Ola bilər də indi insanın öz tənqidi olmağı çox gözəl bir şeydir də. Səhv yazmışam. Səhv yox, haqsızlıq elədiyimi düşündüyüm. Kim məsələn? Cəfər Cabbarlı və Mirzə Ələkbər Sabir. Biz yenə qayıtdıq əsrin əvvəllərinə o iki şəxsə. Yəni ilk ağlıma gələn o ikisi oldu. Sözsüz ki, mən yazdıqlarımda onsuz da haqsızlıq hamıya eləyə bilərəm. Çünki mənim orada yazılar deyirlər obyektiv, deyirəm mən obyektiv adam deyiləm. Sən mənə niyə obyektiv gözləyirsən? Subyektiv danışsan, mən yaxşı subyektiv fikrimi bildirirəm də. Mən yazıram ki, xoşum gəlmədi. Mən baxdım onun falan roluna, gördüm ki, bu oynaya bilmir. Ümumiyyətlə belə öz-özünə o yana gedir, bu yana gedir. Kamera bunu görmür. Mən məsələn belə baxıram. Mən məsələn deyirəm ki, bu falan aktyordur, kameranın qarşısında, amma kameranın gözü bunu görmür. Bu yaraşmır ora. Siması tutmur. Yəni söhbət onun yaraşığında və yaxud da nəsə başqa bir məsələ deyil. Yəni konstruksiyası ora uyğun deyil. Amma təbii ki, amma narahat deyiləm. Haqsızlıq eləməkdən narahat deyiləm. Ola bilərmi ki, onların daha çox gördüyü işləri, daha yaxşı gördüyü işləri, daha pis gördükləri işləri müəyyən qədər bastıra bilər. Mən belə eləyirəm də, bir adamı görürəm, məsələn, sözsüz ki, hamı pis ola bilməz, tam da belə. Yəni tam da istedadsız ola bilməz. Mən yaxşı işlərini qoyuram bir qırağa, pis işlərini qoyuram bir qırağa. Seçim edirəm, gedirəm, pisi seçirəm, götürürəm, yazıram. Mən pisi görürəm. Mən şəri görürəm. Əgər belə demək lazımdırsa, bunu görmək istəyirəm daha doğrusu. Bu yaxşını onsuz da görənlər də var, deyənlər də var. Qoy bunu da deyən olsun. Vaxtında Molla Nəsrəddinçiləri ona görə tənqid edirdilər ki, siz yaxşını görmürsünüz, ancaq pisi görürsünüz. O yaxşıydı da, pisi görmək lazımdır. Yaxşı, çünki loyaldır da. Bu bilirsiniz də, məsələn, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar haqqında yazı yazmışdım. Sərt bir yazı idi. Hətta orada müəyyən qədər belə deyək də təhqir hesab oluna biləcək ifadələr də var idi. Və məndən bir dəfə soruşdular ki, sən niyə tənqid eləmirsən? Dedim, valla, bu adamı 50 ildir tənqid edirlər, bu daha da güclənir. Gəlin, bunun başqa yolunu tapaq. Bəlkə bunu tənqid eləmək, ümumiyyətlə, yaradıcılığını qoyaq qırağa. Bu adam olsa yazıb, bunun haqqında minlə ədəbiyyat qəzetini açın, hər həftə adcaqa onun da, digərlərinin haqqında yazılar gedir. Bu təriflərin də buna xeyri yoxdur, tənqidin də xeyri yoxdur. Bəlkə başqa forma ilə necəsə bunun bütünü sındıra bilərik. Tək indi ondan da söhbət edəndə digərlərindən. Mənə gəlir çox loyal adam deyə, çünki bu qədər tənqid olunur, amma belə... Loyal olmağa məcburdur. Məcburdur, deyil. Yəni əlində olsa, çünki... Mən çox az hallarda yazıçıları son 10 ildə, 15 ildə tərifləyən, məsələn, tərifnaməyə qoşan adamları görürəm. Təbii ki, bunlar bir nəsil yazıçılar, şairlərdir. Amma məsələn, gənc nəsil dayanmadan bu kişini tənqid eləyir də. Yəni adam nə edir ki? Onun özü sosial şəbəkələrdə yoxdur. O tənqidləri çoxun görmür və bəzərini müəyyən qədərinin də hər kəsin yazdığını da aparıb qoymurlar qabağına. Orada proses belə olur ki, kağızda çıxarıb aparıb verirlər onun qabağına ki, Anar müəllim, gözəl sədrimiz buyur, sənin haqqında yenə yazıblar. O da oxuyur, indi hansısa bir formada ya açıqlama vermək istəyirsə verir, vermirsə də vermir. İndi mən də istəyirəm ki, əlimdən gələn qədər, belə deyək, dırnaqarası burunlarından gətirim.
Burada bir məsələ var. Mənim haqqında yazdığım, istər dünyada olan, istər sağ olan bir insanlar və onların yaxınları heç vaxt qəzəblənməməlidir. Əksinə sevinməlidir ki, onların gündəmini sənətlə, belə deyək, təşkil edirəm. Nə bilim, başqa bir məsələ haqqında pis nəsə yazıb gündəmə gəlmirəm, nə bilim, belə də deyək də yazıçıya yaraşmayacaq bir şeylər eləmirəm. Mənim işim nədir? Yazıçı. Mənim funksiyam nədir? Tənqidçilik. Mən tənqidlə məşğulam. Hazırda bioqrafik tənqidlə məşğulam. Və mən də götürürəm bu şəxsin haqqında yazıram. Normalda, məsələn, bunların biraz savad olsa, biraz intellekti olsa, biraz dünya görüşləri olsa, dünyadakı gedən ədəbi proseslərdən xəbər olsa bilərlər ki, xaricdə mənim kimi adamlara əlavə qonorarlar zatlar ayılır ki, məsələn, biri film çəkəndə bizi təbliğ edə. Bizi hansısa formada qara PR deyirlər də buna, qara reklam, yəni yumorla belə deyək, reklam eləmək. Yəni bu jurnalda bizim haqqımızda yaz, gündəmimiz sənət olsun. Bunlar nə edir? Bunlar da deyir ki, şeydir, yox, mən sevirəm, sən yaza bilmərsən, yazmamalısan. Adamların iddiası budur ki, sən yazmamalısan. Mən də sənə deyirəm ki, sən işləməməlisən, işləmə. Sən işləmə, mən də yazmayım. Belə şey olar yəni. Yaxşı, sağ ol deyənlər olub indiyə qədər. Nə mənada? Sağ ol ki, mənim haqqımda yazdın. Heç vaxt. Heç kim. Mən ona görə götürdüm, özümü belə ağır tənqid edən bir yazı yazdım. Hə, özün haqqında. Başlıq buydu ki, Orxan Safari, 2100-cü ildə bir gənc yazıçı məni, yaradıcılığımı araşdırıb və mənim haqqımda yazır. Özümü biabır elədim və bunu ona göstərmək istədim ki, yəni mən özüm haqqında da bunu yaza bilərəm. Orada da müxtəlif ifadələr yazmışdım. Ümumiyyətlə, Orxanın istedadına tamamdır. Orxan proseslərə təsir eləyə bilməyib. Yazmısan, nə olub, para nə qoymusan. Yəni da müxtəlif Məncə bu yazı daha çox biraz qalxan funksiyasını oynayır. Sən özün haqqında bir qalxan eləmirsən ki, baxın ha, mən özüm də haqqımda. Niyyətim o deyil idi, amma o belə oldu da. Bəli, məsələn, ən azından o sual da verirlər də, özünü niyə tənqid eləmirsən? Əvvəla normalda insan özünü tənqid eləməli deyil. Yəni ictimai niyə tənqid edirəm? Özümün iradım varsa, öz qəlbimdə deyərəm, özümün güzgün qabağına baxıb deyərəm də, mən sənə özümü niyə ifşa eləməliyəm? Amma mən də onu təzyiqlərdən bezdim, yazdım ki, mən özüm haqqında da yaza bilirəm. Nə bilim, ən yaxın dostlarım haqqında da yaza bilərəm. İstədiyim adamdan yaza bilərəm. Mən yazıçıyam. Bax, bu artıq azadlığın məhdudlaşdırılmasıdır, ifadə azadlığının qarşısının alınmasıdır. Və bunu da çox qəribədir ki, adətən bu adamlar demokratiyadan danışan adamlar olur. Məsələn, danışdırırsan hansısa bir ölkədə baş verən proseslərdən narazı olur. Nə bilim, tutaq ki, kiminsə həbs olunmağına etiraz edən adam olur. Həmin adamlar böyük əksəriyyətlə gəlir mənə deyir ki, sən yazmamalısan. Bəs sən mənim ifadə azadlığıma qarşı niyə çıxırsan? Sən hələ mənim bu yüngülvari demokratiyama hazır deyilsən. Yəni, asan xidmətə gedib rüşvət verməyə çalışan adamlardır ki, məni növbədən keçirdi. Asan xidmət təzə yaranda elə edirdilər. Sən bu adamlar, düz mən bu işin çətinliyini başa düşürəm də. Mənim qarşımda başa düşürəm ki, hansı bir kütlə var. Kütlə də deyəndə xətirlərinə deyir. Elə bir ki, bunlar belə çox intelligent, çox belə intellektual bir adamlardılar. Mən bunları bəyənmirəm, özümü bunlardan yüksək tuturam. Bəli, mən özümü kütlədən həmişə yüksək tutmuşam. Yazıçı kütlənin, belə deyək də, ora yuxarıdan aşağı baxmalıdır. Mən hesab eləyirəm ki, prosesin başqa yolu yoxdur, daha doğrusu desəm. Yəni, mən özümü onlardan biri hesab eləsəm, o deyirləri xalqdan biri ol. Azərbaycanlılar istəyir ki, adam biraz məşhurlaşan kimi onu mağazaya da göndərsinlər. Yəni, məsələn, deyir ki, sadə ol. Niyə, qardaş? Məsələn, sadə olub, sadə olmağım sənə nə verir? Sən neyinirsən mənim ki, sadəliyimi? Neyinirsən mənim yaxşı insanam, pis oğlanam, nə bilim, hansısa bir, haradasa şəxsiyyətsizlik eləmişəm. Sənə mənim sənətim lazımdırsa, sənə mənim mətnim lazımdırsa, sənə mənim dediyim söz lazımdırsa, sən onunla maraqlan, ona qiymət ver də. Və bu adamlar kimlərdir adətən? Məsələn, Azərbaycan yazıçısını hansısa bir əməlinə görə pisləyir. Məsələn, bizim bir yazıçı dostumuz var, o bir neçə dəfə ailə həyatı qurmuşdu. Gördüm ki, bunu söyürlər. Bu nə kişidir, bu nə ailə saxlayacaq belə. Və baxdım ki, həmin adamlar dünyada elə yazıçılar haqqında danışırlar ki, məsələn, Tolstoy, Dostoyevski, Türkiyədə Nazim Hikmət. Sanki onlardan bəhrələnirlər. Hə, demək, onlara olar. Məsələn, Azərbaycan yazıçısına olmaz. Yəni, Azərbaycan xalqının bu oxucu kütləsinin də belə deyək, əksərən yanaşması aşağı-yuxarı belədir məsələlər. Yaxşı, tənqid elədiyin şəxsləri situasiyaya görə seçirsən, yoxsa əlində bir dənə siyahı var və siyahı varsa bundan sonra kimlər əsas gözləyir ki, sən onlar haqqında yazacaqsan? Proses belə başlamışdı ki, o dediyim Zeynəb Xanlarovadan birinci yazını yazdım. Səhər durdum, gördüm ki, 400 rəy var və bu rəyin əksəriyyəti belə şeydir. Sən kimsən dəyərimizə toxunursan, xalqın sevimli insanıdır, nə bilim, belə. Mən də getdim, sonra dostlarımızla görüşmüşdük, yazıçı dostlarla və dedim ki, biabırçılıq da cəmaatın düşüncəsi budur və mən yolda da gedəndə də bir siyahı özüm üçün hazırladım.
Mənim yazdıqlarım içində mənim çox sevdiyim adamlar var. Onların doğrudan da sənətini sevirəm, belə deyək, şəxsiyyətini də sevirəm. Amma onun siması bu prosesdə mənə lazımdır. Bir növ onlar bu prosesdə qurbandılar. Çünki mən fikrimi kiminsə üzərindən çatdırmalıyam. Məsələn, bu son yazılarda mənə tez-tez yazırlar ki, niyə Manaf Ağayevdən yazmırsan? Və bu sualı çox qəribədir ki, ciddi verirlər ki, Manaf Ağayevdən yazmalısan. Axırda birinə yazdım ki, sən doğrudan hesab edirsən ki, Manaf Ağayevdən yazmaq bu qədər təhlükəlidir, bu qədər qorxudur. Əvvəla Manaf Ağayev mənim üçün tamamilə qeyri-ciddi bir adamdır. Müğənni hesab eləmirəm ümumiyyətlə onu. Sən nə deyə bilərsən onun haqqında, mən də eyni şeyləri deyə bilərəm. Amma sadəcə mən onu heç qələmə gətirmək istəmirəm. Sən niyə fikirləşirsən ki, mən bundan qorxuram? Mən sənə o boyda ciddi adamlardan yazmışam da. Məsələn, indi hansı qeyri-ciddi hesab elədiyim adamlar var, onlardan da yazıram. Amma onların fonunda sənə ciddi, öz sevdiyim adamı da tanıdıram. Təriflədiyim yeganə də Milqar Muradov olubdur. Onda kütlənin nəbzini yoxlamaq üçün yazmışdım. Düz doğrudan çox sevirəm onu, amma ümumiyyətlə yazmayacaqdım. Çünki indiki dövr üçün tərif mənim əxlaqıma ziddir. Mən tərif eləməyi özümə sığışdırmıram. Çörəyin tənqiddən çıxır da. Çörəyindən olursan. Hə, bir növ elə demək istəyirəm. Yəni də mənəvi çörəyim ondan çıxır. Yəni bu yazılara görə onu da deyirlər ki, sifarişlə yazıram, nə bilim. İndi konkret adamlar var gələcəkdə yazacağım. Bu günə qədər 57 adamdan yazı yazmışam. Əlimdə 100 nəfərlik siyahı var. Növbəti biri, ikisi haqqında. 43 nəfər qalıbdır. Yox, o barədə məlumat vermək istəmirəm. Yazı mətbəximi bölüşmürəm. Onu istəyirəm ki, belə şok effekt olsun. Birdən yazmamış olaram. Verilişə baxarlar və onlar üçün ani effekt olar. Mən istəyirəm ki, qəfil çıxım bunların qarşısına. Gəlirlər pul zat təklif edirlər ki, yazmaya bizim haqqımızda. Hə, ola bilər də ona görə. Mən də qorxuram ki, pulu götürərəm. Məsələn, onlar ki, qorxuram onu götürərəm. Biabırçılıq düşər ondan. Hələ ki özümü saxlamışam, qoyub. Super.